Salam, hər vaxtınız xeyir, hörmətli tələbələr. Bugün sizlərlə 5 fevral 2005-ci il dövlət qulluğu imtahanına məntiq mövzusundan düşən sualı müzakirə eləyəcəyik. Deməli, bu sualımızda bizə deyir ki, 2020-ci ildə kosmosda ən çox peyki olan ölkələrin peyklərinin sayı və təyinatını göstərən diaqramdan istifadə etməklə tapşırığı yerinə yetirin. Allah, yerinə yetirək. Əvvəla, burada deyir ki, peyklərin mənsub olduğu ölkələr üzrə sayıları göstərilib diaqramda. Halbuki ilk işimiz nə olmalıdır? Ümumi peyklərin sayını tapmaq. Ümumi peyklərin biz sayını tapdığımızda 70, 40, 210, 270, 350, 350-nin 350-nin üstünə 150 gələndə neçə eləyir yoldaşlar? Eləyir 500. 200 də gəldik 700, 1100, bu da 1500. 2600 dənə peyk var. Və burada da hər bir ölkənin, belə deyək də, təyinatı üzrə nəyi var? Peyklərin sayı var. Yazılıb ki, peyklərin sayı diaqramda bütün peyklərin sayının 2-6% aralığında olan ölkələrin ümumi bütün peyklərin 2 və 6%. Deməli, nə etməliyəm? Bir dəfə bunun 2%-ni tapmalıyam. Neçə eləyəcək? Sıfırlar gedəcək, qalacaq 52. Bir dəfə də 6%-ni tapmalıyam. Çünki mən burada aralıq çıxardacağım. Vur 6 bölü 100. İndi gəldim. Bax, sıfırlar getdi. 26 vur 6. 6, 3 yadda, 12, o da 3, 156. Deməli, mənə lazımdır ki, bu aralıqda olan ölkələrin peykləri birlikdə. Bu aralıqda olan hansıdır? Bax, Kanada aiddir, aid deyil. Digər ölkələr 170-dir, aiddir, deyil. 52-dən böyük, 156-dan kiçik axtarın. Hindistan, Yaponiya, bir də Böyük Britaniya. Bu üçü birlikdə. Birlikdə nə qədərdir orada? 290-dır. Düzdürmü? 290-dır da. Görürük ki, üçünü topladığımızda 290. Başqa varmı? Yox. Mənə deyir ki, birlikdə hansı təyinata aid ola bilməz? 250 aid ola bilər? Aid ola bilməz. Niyə? 250-dən çoxdur bu peyklər. Sonra gəlirəm. Bax, 1400-ün içində 290 var. Aid ola bilər. 400-ün içində var. Ola bilər. 350-nin içində var. Ola bilər. Bir də 200. Yəni, baxsam, bax, bu qara hökumətdir. 1400-ə baxsaq, kommersiyadır. Bax, bu buradan gedir. Kommersiya, mülki, sonra hərbi, naviqasiya, bir də hökumət. Saat əqrəb istiqamətində gedir. Deməli, kommersiyanın içində var. Götürməyəcəm. Mülki 250 yoxdur içində. Deməli, bir dənə mülkünü götürəcəm. Hərbi 350-nin içində var. Var. 290. Naviqasiya yoxdur. Götürəcəm. Mülki və naviqasiya. Mülki 2, naviqasiya 4. Mənim bu misalımın cavabı 2 və 4-dür. Hörmətli yoldaşlar, mətnin riyazi təhlili mövzusu, yəni ki, bu formada diaqramlı mətnləri rahat bir şəkildə öyrənmək istəyirsinizsə, YouTube kanalımıza keçid edərək oradan əlaqə nömrəmizi götürün, yazın, ödənişsiz bir şəkildə mən sizə mətnin riyazi təhlili ilə bağlı ana qaydalar olan video qeydləri sizlərə göndərim. Heç bir ödəniş və təmənnasız sizə təqdim edəcəm. Videonu izlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və like qoymağı unutmayın. Təşəkkür edirəm. Sağ olun, salamat qalın.